Salam dəyərli şagirdlər və dəyərli müəllimlər. Bugün biz sizinlə ismin hal və mənsubiyyət məsələsi üzərində biraz dayanacağıq. Bəzi şagirdlər testlərdə, xüsusən buraxılış və qəbul imtahanlarında hal şəkilçisini, mənsubiyyət şəkilçisini qarışdırırlar. İsmindən də sual düşəndə əksər hallarda bu mövzuya tez-tez müraciət olunur. Ona görə də gəlin birbaşa izaha keçək və burada sizin üçün bir sıra maraqlı məqamlara toxunaq ki, siz daha yaxşı başa düşəsiniz. İlk olaraq yadda saxlayaq ki, ismin 6 halı var. Yəni bu halları demək olar ki, hamımız bilirik. Düzdür, mən 5-ci sinifdə oxuyanda tam dəqiq bilmirdim. Həmişə müəllim məndən soruşanda yadımdan çıxırdı, sonra güzbəlan öyrənmişdim. Baxın, adlıq, yiyəlik, yönlü, təsirli, yerli, çıxışlıq hallarımız var. Bu hala biz ayrı bir mövzu olaraq toxunacağıq. Hal şəkilçisinin funksiyasını da izah edəcəyik. Sadəcə olaraq yəni hal şəkilçisinə fikir verək. Adlıq halın öz şəkilçisi olmur. Yəni adlıq hal isminin standart formasıdır. Yəni hal şəkilçisiz formasıdır. Yiyəlik halın şəkilçisi ın, yönlük halın şəkilçisi a, təsirin şəkilçisi ı, yerliyin şəkilçisi da, çıxışlığın da şəkilçisi dan, dən şəkilçiləridir. Biz bu formalı yazmışıq. Təbii ki, şəkilçinin qabağında işarədən istifadə olunmalıdır defisdən, amma biz elə izah üçün belə xırda yazmışıq ki, yadınızda qalsın. İndi gələn mənsubiyyətə, bu hal şəkilçiləridirsə, yadda saxlayaq ki, mənsubiyyət şəkilçilərimiz isə birinci şəxsin təkində ım, cəmində ımız, ikinci şəxsdə ın, cəmində ınız, üçüncü şəxsdə ı, cəmində isə ları şəkilçiləridir ki, bu da sırf mənsubiyyətə xas şəkilçilərdir. İndi sizə belə bir sual verim mən. Bu şəkilçilərə baxın, biraz ekranı belə uzaqlaşdıraq. Bir də mənsubiyyət şəkilçilərinə baxın. Sizcə burada bir-birinə bənzəyən şəkilçilərimiz hansılardır? Təbii ki, baxıb görürəm ki, ın şəkilçisi burada bu ın şəkilçisi ilə oxşarlıq təşkil edir. I şəkilçisi də burada bu I şəkilçisi ilə oxşarlıq təşkil edir. Və tutaq ki, mənə testdə sual düşdü. Məsələn, kitabı sözü, kitabı. Bu I şəkilçisinin məndən vəzifəsini soruşsa birdən. Mən hardan bilim ki, bu I şəkilçisi təsirli halın I şəkilçisidir, yoxsa mənsubiyyətin üçüncü şəxsinin təkinin I şəkilçisidir. Bunu mən necə müəyyənləşdirə bilərəm? Elə biz izahda sırf bu məsələyə toxunacağıq. Ona görə də bu məsələni sizin üçün daha da aydınlaşdıracağıq. Ona görə gəlin bunları fərqləndirəcək ən asan, qısa qaydalarla tanış olaq. Deməli, hansı şəkilçilərimiz bizim üçün sir qaldı? Inla I şəkilçisi. Birincisi, ın şəkilçisindən başlayaq. Deməli, ın şəkilçisi həm yiyəlik hal ola bilər, həm də ki, mənsubiyyət ola bilər. Nə zaman yiyəlik haldır? Birinci yiyəlik məqamına baxacaq, sonra mənsubiyyət məqamına. Deməli, ilk qayda budur ki, əgər yiyə məzmunu bildirirsə, yiyəlik haldır. Yəni, bunun fəlsəfəsi nə deməkdir? Yiyə məzmunu, yəni siyə sahib deməkdir. Əgər o şəkilçinin artırıldığı söz nəyinsə sahibidirsə, nəyinsə yiyəsidirsə, anlam olaraq, o zaman yiyəlik hal götürəcəksən. Məsələn, o qız Fatimənin dostudur cümləsində. Deməli, dostun sözünün yiyəsi kimdir? Fatimə. Təbii ki, burada dost arası yiyə söhbəti olmur. Sadəcə olaraq bu sözün yiyəsi bu sözdür. Və yaxud da ki, məsələn, deyirəm ki, o kitab mənimdir. Mənimdir. Ya da elə gəlin yiyəlik halının ikinci şəxs şəkilçisi ilə ifadə edək. O kitab sənindir. Sənindir. Baxın, burada ın şəkilçisi var, elə deyilmi? Bax, o kitab sənindir cümləsində kitabın yiyəsi kimdir? Sən. Bunu yiyə edən, yəni bu formaya salan şəkilçisi hansıdır? Təbii ki, in şəkilçisi. İn şəkilçisi olmasaydı söz belə olacaqdı. Səndir. Amma in şəkilçisi sənindir formasına salır və kitabın sənə aid olduğunu bildirir. Deməli, o sözdə yiyə məzmununu yaradan şəkilçisi ın şəkilçisi olduğu zaman sən deyəcəksən yiyəlik alan ın şəkilçisidir. Yəni orada mənsubiyyət götürmürük. Bu fəlsəfi qaydadır. Bu sizə çətin gələ bilər. Çünki praktikada görürəm ki, şagirdlər məsələn mənanı anlamaqda çox çətinlik çəkirlər. Məsələn, mən şagird olanda elə bir dənə onu oxumuşdum. Ondan sonra bu hal məsələlərini demək olar ki, qavramışdım. Amma əgər bu sizə çətin gəlirsə, gəlin biz digər variantlarla tanış olaq. Yadda saxlayaq. İndi keçirik sizə metodları öyrətməyə. Yadda saxla, əgər sən yiyəlik halın şəkilçisini, yəni ın şəkilçisini tapmaq istəyirsənsə, həmin şəkilçinin qoşulduğu sözü bunun sözü ilə əvəz edəcəksən. Hansı sözlə? Bunun sözü ilə əvəz edəcəksən. Gəlin nümunələrə fikir verək. Məsələn, deyirəm ki, biz Akifin sözü ilə oturub dururuq. Allah Akifə kömək olsun. Bax, ın şəkilçisi var, elə deyilmi? Mən də bilmək istəyirəm ki, bu ın şəkilçisi yiyəliyin ın şəkilçisidir, yoxsa mənsubiyyətin ın şəkilçisidir. O zaman nə edirəm? Akifin sözünü silirəm, bunun sözünü yerinə qoyuram. Məsələn, biz bunun sözü ilə oturub dururuq. Vəssalam, alınırsa, məna verirsə, cümlə normal cümlədirsə,
Deməli, sən demə bu ın şəkilçisi yiyəlik halın ın şəkilçisi imiş. Daha sonra bu kitab Akifindir. Burada da məsələn yiyəlik halda xəbər şəklində çıxış edib. Yenə də mən bilmək istəyirəmsə mənsubiyyət yoxsa haldır. Akif sözünü silirəm, yəni halın qoşulduğu sözü silirəm. Yerinə bunun sözünü artırıram. Onun da artıra bilərsən, bunun da. İndi biz bunun burada nümunə kimi çəkmişik. Bu kitab bunundur deyə bilirəmmi? Bəli, deyə bilirəm. Deməli, burada da yiyəlik halın şəkilçisidir. Sonra, qeyri-müəyyən yiyəlik hal məsələn şəkilçisi də olur. Çünki yiyəlik halın şəkilçisi bəzən gizlənir, qeyri-müəyyənləşir. O zaman mən necə tapacağam? Məsələn, məktəb divarları köhnəlmişdir cümləsinə fikir verir. Məktəb sözündə şəkilçisi yoxdur. İlk başdan biz bunu adlı halından qarışdırırıq. Amma qarışdırmağa ehtiyac yoxdur. Sən burada məktəb sözünü bununla əvəz elə. Yəni, qaydaya sadiq qal. Bunun divarları köhnəlmişdir. Məna verir, elə deyilmi? Bəli, gəlirəm divarına, deyirəm, bunun divarları köhnəlib. Məna verdiyi üçün də məktəb sözü də yiyəlik halda götürülür. Məsələn, artıra da bilərəm şəkilçisini. Məktəbin divarları köhnəlmişdir. Görürsünüz, şəkilçisi bərpa da oluna bilir. Deməli, məktəb sözü də yiyəlik halda imiş. Niyə? Çünki bunun sözü ilə əvəz elədim. Bu qaydanı yaxşı yadda saxlayın. Çünki yiyəlik hal şəkilçisində sizə demək olar ki, 95% kömək olacaq. Bəs nə zaman mənsubiyyətdir? In şəkilçisi. Yadda saxlayacaqsan. Əgər yuxarıdakı qaydaları tətbiq etsən uğursuz olsa, eyni zamanda da qarşısına sənin tipli şəxs əvəzliyi artırsan, o zaman mənsubiyyət şəkilçisidir. Cümləyə fikir verək. Kitabın evdə qalıb. In şəkilçisi var. Mən haradan bilim ki, yiyəlikdir yoxsa mənsubiyyətdir? Heç bir problem yoxdur. Yuxarıdakı qaydanı birinci tətbiq edək, bunun sözü ilə əvəz edək. Bunun sözü sildik, bununla əvəz edirik. Bunun evdə qalıb. Bunun evdə qalıb deyə bilirsənmi? Təbii ki, yox, alınmır. Belə bir cümlə tipi yoxdur. O zaman bu yiyəlikdir. Yiyəlik deyilsə mənsubiyyət götürə bilərəm. İkinci məqam nədir? Mənsubiyyətin yolu hansıydı? Sənin sözünü qabağına artırmaq. Bax, əvəz eləmək yox ha, sözü silib zad eləmirsən. Yiyəlik halda tapanda bəli, silib bunu artırırdın. Sən nə edirsən? Sadəcə bu sözün qabağına sənin artırırsan. Bu qədər rahatdır ın şəkilçisini tapmaq üçün. Məsələn, kitabın evdə qalıb, sənin kitabın evdə qalıb. Məna verirmi? Təbii ki, verir. O zaman qabağına sənin artıra bilsən, bunun qabağını. Demək, bunun bu ın şəkilçisi mənsubiyyət şəkilçisidir. Yiyəlik hal şəkilçisi deyil. Yəni, çox rahat bir qaydadır. Deməli, ın şəkilçisini sən bu qaydaları tətbiq eləsən, demək olar ki, 98% hallarda sən uğur qazana bilərsən. İndi o 2% də testin ümidinə qalır. Deməli, bir də baxaq, yiyəlik məzmunu bildirəndə bir də ki, bunun sözünü əvəz edəndə oldu yiyəlik hal şəkilçisi. Amma qarşısına sənin tipli şəxs əvəzliyi artıranda ın şəkilçisi oldu, mənsubiyyət şəkilçisi. İndi isə gələk ı şəkilçisindən. Yadda saxlayaq, ı şəkilçisi nə zaman? Təsirli haldır. Çünki ı həm təsirli, həm mənsubiyyət ola bilirdi. Yadda saxlayacaqsan. Əgər yiyəlik halda sən bunun sözü ilə əvəz edirdinsə, təsirli halda bunun sözü ilə həmin sözü əvəz edəcəksən. Yəni, bu şəkilçisi artırılmış sözü siləcəksən, yerinə bunu sözünü artıracaqsan. Məsələn, kitabı mənə ver cümləsində ı var. O zaman nə edirəm? Mən bilmək istəyirəmsə ki, bu təsirlidir yoxsa mənsubiyyətdir. Kitabı sözünü silirəm. Onun yerinə bunu sözünü artırıram. Bunu mənə ver. Məna verirmi? Verir. Verirsə deməli, o sənin üçün təsirli haldır. Bu qədər rahat. Daha sonra, atam gələndə bizə oyuncaq almışdı. Oyuncaq almışdı sözündə şəkilçisi yoxdur. İndi bu adlı hala da bənzəyir. Qeyri-müəyyən təsirli hal da ola bilər. Mən bunu daha rahat tapmaq üçün nə edirəm? Yəni, oyuncaq sözünü silirəm, bunu sözünü yerinə artırıram. Məsələn, atam gələndə bizə bunu almışdı. Deyə bilirəmmi? Bilirəm. O zaman oyuncaq sözü də təsirli haldadır və bərpa da edə bilərsən şəkilçisini. Məsələn, atam gələndə bizə oyuncağı almışdı. Demək olur. O zaman yadda saxlayacaqsan sən. Deməli, təsirli hal olduğunu tapmaq üçün bunu sözünü yerinə artırmalısan. Həyətdə gözəl ağaclar əkdik. İndi bir məsələ var. Əgər, məsələn, təsirli hal kimi şübhələndiyin sözün qabağında bir təyin varsa, yəni bir sifət varsa, o zaman sən bunu sözünü artıranda cümlə məna verə bilmir. Məsələn, həyətdə gözəl ağaclar əkdik deyəndə qabağında bunu ilə əvəz elə. Həyətdə gözəl bunu əkdik məntiqsiz olur da, cümlə tipi məna vermir. O zaman tapmaq üçün nə edirsən? Sən həm ağaclar sözünü silib bunu ilə əvəz edəcəksən, həm də onun qabağındakı təyinləri silməlisən. Məsələn, gözəl ağacları sildim. Neynədim? Birbaşa onların hamısının yerinə bunu sözünü artırıram. Həyətdə bunu əkdik.
Bəli, məna verdiyi üçün ağızlar da sənin üçün olur təsirli halda. Ağızları əkdik də olsaydı, yenə də sən bununla əvəz edə bildiyin üçün təsiri götürəcəkdir. Yəni belə yadda saxla. Təsiri hal kimi şübhələndiyin sözü sil, yerinə bunu sözünü qoy. Əgər şübhələndiyin sözün qabağında təyin, yəni sifətlər varsa, yəni hər hansı bir təyin edici söz varsa, onu sil, bir yerdə sil, yerinə bunu sözünü qoy. Alınırsa, deməli, təsiri halın şəkilçisidir. Amma nə zaman mənsubiyyətdir? Mənsubiyyət olanda isə qarşısına onun tipli şəxs əvəzliyi artırırsan. Yəni sözü silib zad eləmirsən, sadəcə qarşısını artırırsan. Məsələn, kitaba bizdə qalıb cümləsində ı var. Mən hardan bilim təsiri yoxsa mənsubiyyətdir? Birincisi, bunu sözünü artır, alınmasa bil onsuz da mənsubiyyətdir. Məsələn, bunu bizdə qalıb deyə bilmirəm. O zaman təsiri deyil, deyilsə mənsubiyyətdir. Amma qabağına da artırıb yoxlaya bilərəm. Məsələn, onun sözünü artıra bilsəm qabağına, deməli onsuz da o təsiri deyil, mənsubiyyət götürülür. Məsələn, kitabı bizdə qalıb, sözü silmə, qabağına onun sözünü artır, onun kitabı bizdə qalıb. Alınırmı? Bəli, deməli orada mənsubiyyətdir. Bugün dəftəri itdi, i var. Nə indirəm? Mənsubiyyət olduğunu bilmiyorsun. Qabağına onun artırıram. Bugün onun dəftəri itdi. Məna verirmi? Verir. Deməli, burada da dəftəri sözündəki i mənsubiyyət şəkilçisidir. Yəni, belə yadda saxlayırıq. Təsiri hal olduğunu bilmək üçün i şəkilçisinin mən bunu sözü ilə əvəz edirəm. Sözü silirəm, yerinə bununu artırıram. Alınsa təsiridir. Alınmasa mənsubiyyətdir. Mənsubiyyət kimi tapmaq istəyirsinizsə də qabağına sözü silib zad eləmirsiniz, qabağına onun sözünü artırırsınız, məna verirsə mənsubiyyətdir. Yəni, burada izah elədiyim metodları eyni anda da tətbiq edə bilərsiniz. Mənsubiyyət üçün onun sözü qarşısına artırılır, təsiri üçün isə söz silinir, yerinə bunu sözünə əvəz edirsən. Bu belə. İndi isə gəlin, daha bir asan qayda ilə tanış olaq. Bu qayda işimizi daha çox asanlaşdırır. Toplu suallarında, ismi halları mövzusunda kifayət qədər çoxlu suallar var. Və o sualları daha rahat yazmaq üçün sizə daha rahat bir qayda deyirəm. Əgər bir sözdə ını, ımı, ının şəkilçiləri varsa, dalbadal gəlibsə, yadda saxla. Birinci şəkilçimiz mənsubiyyət, ikincisi haldır. Birincisi mənsubiyyət, ikincisi haldır. Birincisi mənsubiyyət, ikincisi hal, mənsubiyyət hal kimi götürülməlidir. Məsələn, mən onun sözlərini dinlədim cümləsində ınının ini versiyası var. Sözlərindəki i mənsubiyyət, o birisi i təsiri hal şəkilçisi götürüləcək. Daha sonra məktəbinin gözəl mənzərəsi var. Məktəbi mənsubiyyət, yəni birinci mənsubiyyətdir, belə yadda saxla, ikincisi də haldır. Növbəti in də təbii ki, yiyəlik hal şəkilçisi olur. İn, yiyəlik hal şəkilçisi. Bu formada tapacaqsan. Yəni, yadda saxla. Bunları gördün, birincisi mənsubiyyət, ikincisi hal kimi götürüləcək. İndi gəlin bu mövzumuzu bir cümlə üzərində işləyib, mövzumuzu yekunlaşdıraq ki, siz çox yorulmayasınız. Deməli, cümləmiz necədir? Bizim məşhur obrazımız Əli Abbas obrazı. Yəni, mən həmişə nümunələrdə Əli Abbas dayını misal çəkirəm. Əli Abbasın dəftərinin səhifəsində bir şairin şeirini gördüm cümləsi. Yadda saxla. Əli Abbasın sözü ın şəkilçisi var. Mən bilmək istəyirəm, bu haldır, yoxsa mənsubiyyətin ın şəkilçisidir. Nə edirəm? Bunun sözündən əvəz edirəm hal olduğunu yoxlamaq üçün. Bunun dəftərinin səhifəsində bir şairin şeirini gördüm. Ya da onun sözündən əvəz edə bilərəm. Onun dəftərinin səhifəsində bir şairin şeirini gördüm. Alınır, alınır. Bəli, bunun da deyə bilirəm, onun da deyə bilirəm. O zaman ın şəkilçisi yiyəlik halın şəkilçisidir. Dəftərinin sözündə ının versiyası var. Mən bayaq dedim, dalbadal gəlirsə, birinci i mənsubiyyət, o birisi in yiyəlik hal şəkilçisidir. Dəftərinin səhifəsi sözündə i şəkilçisi var. İndi mən bilmək istəyirəm, bu i şəkilçisi mənsubiyyətdir, yoxsa ismin təsiri halın şəkilçisidir. Təsiri hal olanda nə edirdik? Biz bunu sözünə əvəz edirdik də, elə deyilmi? Gəl cümləni oxu, Əli Abbasın dəftərinin bunusunda bir şairin şeirini gördüm. Alınmır, yəni bunu deyə bilmirəm. Deməli, səhifəsi sözündəki i olacaq mənim üçün nə? Mənsubiyyət olacaq. Həm də bir şey yadda saxla. Əgər yiyəlik hallı söz, burada yiyəlik hal var da, mənsubiyyətdən sonra gəlir. Yiyəlik hallı sözdən sonra bir söz gəlirsə, onda i şəkilçisi varsa, o üçüncü növ təyini söz birləşməsini yaradır və bu i şəkilçisi mənsubiyyət şəkilçisi götürülür. Birinci gələn i şəkilçisi. Belə yadda saxla, yəni sən buna onsuz da təsiri deməyəcəksin. Daha sonra bir şairin şeirini, yenə də üçüncü növdən rastlaşıram. Birinci sözdə şairin sözündə in var, şeiri sözündə isə i var. O zaman birincisi götürülür yiyəlik hal, İkincisi i götürülür, mənsubiyyət. Məktəbin həyəti, məktəbin in yiyəlik, həyəti i mənsubiyyət.
Sonra məsələn dağların oğlu, dağların yiyəlik, oğlu u mənsubiyyət götürəcəksən. Yəni üçüncülük təyin söz birləşməsinin forması belədir. Hə, şeirinin sözündə yenə ini forması var. Demişdim, ini formasını görəndə ını ini fərq eləmir. Birinci i mənsubiyyət idi, onsuz mənsubiyyət götürmüşük. O birisi ini olacaq, təsiri halın şəkilçisi olacaq. Belə, yəni hal mövzusunun şəkilçisini tapmanın çoxlu yolları, yöntəmləri var. Mən sizə tövsiyəm burasındadır ki, bu məsələn videodakı izahları dəftərə köçürün, özünüz üçün cümlələri qurun ya da gedin kitabı açın, oradakı cümlələrə baxın. Şəkilçilər təhlil edin özünüz üçün. Yəni uzun-uzadı təhlillər aparın, gəlin testləri işləyin. Hə, buradakı məsələn şeyləri tətbiq eləsəniz uğur qazanacaqsınız. Anlamadığınız mövzu olsa, rəyə həmin cümləni yazın, mən sizə orada köməkliyi göstərərəm. Bu arada bir şey də qeyd edelim ki, bizim onlayn bəyan dərslərimiz var. Əgər dərslərdən də yararlanmaq istəyirsinizsə, elə YouTube-da açıqlamada qeyd edilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik.